Salam uşaqlar. Deməli bugün Ali Sporlu Bitkilər Mamırlar şöbəsi bu dərsi izah edəcəm. Deməli biz keçən dəfə ibtidai bitkilər olan yosunlar dərsini yəni sizə izah elədim. Hansı ki biz dedik ki ibtidai bitkilərdə toxuma və orqanlar olmur. Niyə toxumaları olmur? Çünki onların hüceyrə arası maddələri yoxdur. Buna görə də olmur. Amma bu səfər isə ali bitkilərlə tanış oluruq. Ali bitkilərdə də mamırlardır, qıcılardır, çılpaq toxumlardır, örtülü toxumlardır. Bunlar aiddir. Onlardan ilk olaraq mamırlar haqqında gəlin danışaq və tanış olaq. Ümumiyyətcə, niyə mamırları ali sporlu bitkilərə aid edirlər? Niyə ali bitkilərə aid edirlər? Gəlin ilk öncə biz bunu araşdıraq. Deməli, bunlar 3 əsas əlamətə görə ali bitkilərə aid edilir. Çünki bunlarda toxumalar vardır. Bunlarda orqanlar vardır və bunlar xloroplastlara malikdir. Buna görə də mamırlar ali bitkilərə aid edilir. Hansı toxumalar vardır mamırlarda? Buna baxaq. Örtük, ötürücü, mexaniki toxumalar vardır. Və bir də yosunlardan fərqi budur ki, yadınızda saxlayın. İbtidailərdə istəyir ibtidai heyvan olsun, istəyir ibtidai bitki olsun. Fərqi yoxdur. İbtidailərdə xromatofor vardır. Yosunlarda xromatofor var. İbtidai heyvanlardan da volvoxdur, yaşıl evglenadır. Bunlarda nə var? Xromatofor var. Amma ali bitkilərdə xromatofor xloroplast əvəz olunur. Alilərdə xloroplast olur. Deməli, dedik ki, örtük ötürücü mexaniki toxumalar yaranmışdır. Mamırlar nə vaxt yaranmışdır? Mamırlar Paleozoy erasının Ordovik dövründə yaranıbdır. Deməli, mamırlar əgər Paleozoyun Ordovik dövründə yaranıbsa, deməli belə çıxır ki, bu dövrdə hüceyrə arası maddə də bu dövrdə yaranıbdır, çünki bunlarda toxumalar vardır. Bitki toxumaları da bu dövrdə yaranıbdır, gövdə yarpaq da bu dövrdə yaranıbdır. Çünki mamırlarda gövdə və yarpaq vardır. Amma kökləri yoxdur. Yəni orqanlardan gövdə yarpaq yarandığına görə mamırlar hansı erada, hansı dövrdə yaranıbsa, gövdə yarpaq da onda yaranacaqdır. Əsas mamırlardan əvvəl psilofitlər var, amma hələ ki yəni əsas mamırları öyrəndiyimizə görə mamırlarda yaranır deyə bilərik. Deməli, ümumiyyətcə ali bitkilər özləri iki böyük qrupa bölündü. Bir sporlu bitkilər vardır, bir də toxumlu bitkilər vardır. Sporlulara mamırlar, qıcılar, toxumlu bitkilərə isə çılpaq toxumlular və örtülü toxumlular aid edilir. Dediyimiz kimi mamırlar sporlu bitkilərə aid oldu. Burada deməli mamırların xarici quruluşunu görürsünüz. Yaşıl quş mamırı və sfagnum mamırı verilib burada. Diqqətli olaq. Deməli, yaşıl quş mamırına fikir verin. Əgər ki ayaqcıq üzərində qutucuq. Bax, bu hissəni görürsünüzsə, bu dişidir. Dişi yaşıl quş mamırı hesab edilir. Əgər bu olmasaydı, bu hissə olmasaydı, o zaman erkək olacaq. Erkək yaşıl quş mamırı olacaq. Bu testlərdə də var, ona görə də diqqətli olun. Deməli, yaşıl quş mamırının gövdəsi budaqlanmayandır. Budaqlanmayan gövdəsi var. Ayaqcığın üzərində qutucuq yerləşir gördüyümüz kimi. Bu isə sfagnum mamırıdır və torpağa rizoidlər vasitəsilə birləşir. Yetkin fərdin də rizoidləri vardır. Burada gördüyümüz yanında sfagnum mamırıdır. Sfagnum mamırının gövdəsi budaqlanır. Baxın, fikir verin, budaqlanır. Yəni belə şaxəli gövdəsi varsa, budaqlanan gövdə deyirik. Və bunlarda qısa ayaqcıq üzərində, bilirəm ki, çoxunuz buna fikir vermirsiniz, amma ona görə deyirəm ki, şəkillərə diqqətli olmaq lazımdır, diqqətlə fikir vermək lazımdır. Deməli, burada qısa ayaqcıqlar üzərində 3 dənə qutucuq olduğunu görürük. Baxın, diqqətlə fikir verin. Yaşıl quş mamırında uzun ayaqcıqdır, uzun ayaqcıq. Onun üzərində bir dənə qutucuq olur, amma sfagnum mamırında qısa ayaqcıqlardır, qısa. Üzərində 3 dənə qutucuq olur. Bu onun qutucuqlarıdır və şaxələnən deməli gövdəyə malikdir, budaqlanan yəni gövdəyə malikdir və yetkin sfagnum mamırının rizoidləri olmur. Bu əslində rizoid deyil. Yetkin sfagnum mamırı. Bax, sözümə fikir verin. Mən yetkin sfagnum mamırı dedim. Amma bu yetkin olmayana kimi bunun rizoidləri mövcuddur. Bu hissəyə də diqqətlə yanaşın. Belə deməli. Aha. Və ümumiyyətcə mamırlar haqqında belə danışaq ki, mamırlar rütubət sevən bitkilərdir. Əsasən bataqlıqlarda, rütubətli çəmənliklərdə, kölgəli yerlərdə rast gəlinirlər və dediyimiz kimi yosunlardan fərqi toxumaların, orqanlarının, yəni gövdə yarpaqların olmasıdır, amma kökü bunların da yoxdur və rizoidlərin köməyi ilə bərkidirlər. Yaşıl quş mamırı özü çoxillik bitkidir. İki evli bitkidir, bataqlıqlaşan nəm yerlərdə olur, özündən 4 dəfə çox su udur.
Bədən səthi ilə atmosferin rütubətindən istifadə edir, budaqlanmır. Sfaqnum mamrı isə sfaqnosüngər deməkdir. Bu da meşə və bataqlıqlarda, amma gövdəsi budaqlanan formadadır. Yetkin bitkinin rizoidi olmur, amma yetkin olana kimi onun rizoidlərinə rast gəlinir. Və həmçinin bunlarda dediyimiz kimi gövdə və yarpaqlarında fotosintez prosesini həyata keçirən xloroplastlara malik hüceyrələrlə yanaşı, içərisi boş, ölü iri hüceyrələrə də rast gəlinir və belə deyək, yarpaq və gövdədə olan ölü hüceyrələr hesabına sfaqnum öz çəkisindən 20-25 dəfə çox su uda bilir və çalışın ki, yaşıl quş mamrı və sfaqnum mamrını bir-birindən fərqləndirməyi bacarasınız. Yaşıl quş mamrı özündən 4 dəfə çox su udurdu, amma sfaqnum mamrında içərisi boş, ölü iri hüceyrələr olduğuna görə öz çəkisindən 20-25 dəfə çox su uda bilir. Və ona görə də suyu çox udduğuna görə sfaqnum hardakı bitib, həmin isə bataqlığa çevrilir. Və bir də ki, sfaqnum fitonsidlər ifraz edir ki, bu fitonsidlər havada olan bakteriyaları tutur, zəhərli maddələri adsorbisiya edir, yəni udma qabiliyyətinə malikdir. Ona görə də çox vaxt sfaqnum bitən yerlərdə çürümə prosesləri zəif gedir və sfaqnum hər il 2-3 sm böyüyür. Eyni zamanda gövdənin aşağı hissəsi tədricən məhv olur. Yəni nə qədər böyürsə, o qədər də məhv olur. Ona görə də tələf olmuş hissə oksigen az olan yerdə yavaş-yavaş parçalanır və torfa çevrilir. Və bunu da qeyd edim ki, sfaqnum mamrını 3 adla adlandırırlar. Bir, sfaqnum mamrı süngərə bənzədiyinə görə sfaqnum mamrı deyirlər. Bir, bax burada fikir verin, içərisi boş hüceyrələrə malikdir. Görün nə qədər, yəni az xloroplastı var. Hətta, amma ağ hüceyrələr çoxdur. Bir dəqiqə bunu belə göstərim. Bax, bura fikir verin, yaşıl hüceyrələr azdır. Amma ağ hüceyrələrə baxın nə qədər çoxdur. Elə deyil. Ona görə də çox vaxt gövdəsini ağ rəngdə göstərdiyinə görə bunlara ağ, yəni mamır da deyirlər. Bir də ki, bunlarda deməli torf əmələ gətirdiyinə görə sfaqnum mamrına torf mamrı da deyirlər. Burada da mütləq diqqətli olun. Yəni hər cümləni diqqətlə oxumalısınız, mütləq və mütləq. Aha. Bir də burada mütləq tapşırıqlara da baxın. Məsələn, belə bir şey deyim ki, tutaq ki, siz tapşırığa baxmadınız, gözünüzdən qaçırdınız. Görün, siz indi nəyi qaçırmış olacaqsınız burada. Məsələn, burada bir yerdə deyilir ki, müharibə zamanı pambıq çatışmayanda həkimlər yaraları sarmaq üçün quru sfaqnum mamrından istifadə edirlər. Baxın, göstərirəm. Bax, bu cümlə. Həkimlər yaraları sarmaq üçün sfaqnum mamrından istifadə edirlər. Bu sizə situasiyalarda düşə bilər. Deyə bilər ki, müharibə zamanı, məsələn, ipucu olaraq verə bilərlər ki, müharibə zamanı pambıq çatışmayanda həkimlər bu bitkidən istifadə edirdilər falan filan. Yəni belə ipucular verə bilir. Bilin ki, söhbət nədən gedir? Sfaqnum mamrına. Yəni artıq o kitabda olmayan, daha doğrusu dərsin içində olmayan məlumatı tapşırığın içində verirlər. Ona görə də sizə deyirəm ki, baxın mütləq. Belə bu şəkildə. İndi isə gəldik mamrların çoxalmasına və əhəmiyyətinə. Deməli, quş mamrı iki evli bitkidir. 6-cı sinifdə iki evli, bir evli, bir cinsli, iki cinslilərlə nə demək olduğunu bildiniz. İki evli nə idi? İki evli o idi ki, bir xatırlatma eləyək ki, erkək və dişi cinsiyyət orqanları ayrı-ayrı bitkilər üzərində olanda iki evli bitkidir. Və bu mamrlarda nəsil növbələşməsi mövcuddur. Qeyri-cinsi nəsillə, yəni cinsi nəsillə qeyri-cinsi nəslin növbələşməsi. Quş mamrında erkək və dişi bitkilər yanaşı bitir və bunlar cinsi nəsil sayılır. Baxın, bunlar niyə cinsi nəsil sayılır? Çünki onlarda cinsiyyət hüceyrələri yaranırsa, cinsi nəsil hesab olunur. Gametofit nəsil, üzərində cinsiyyət hüceyrələri əmələ gələn orqanizm cinsi, üzərində spor yaranan isə qeyri-cinsi nəsil hesab olunur. Deməli, nə baş verir? Yetkin dişi bitki üzərində dişi cinsi orqan yaranacaq, adı üstündə olduğu kimi. Yetkin erkək bitki üzərində erkək cinsi orqan yaranacaqdır. Və nə baş verəcək? İçərisində spermatozoid əmələ gələn erkək cinsi orqana anteridi deyilir. Yumurta hüceyrə əmələ gələn dişi cinsi orqan arxegoni deyilir. Anteridi və arxegoni adları yadınızda qalmırsa, belə bir formayla yadınızda saxlaya bilərsiniz. Baxın, dişi xanım deyirlər də, elə deyil. Arxegoni, xanım sözü ilə arxegonini, yəni orada da x hərfi, xanım sözündə də x hərfi, yəni bu şəkildə əlaqələndirə bilərsiniz, belə yadınızda saxlayarsınız. Deməli, suyun iştirakı ilə mayalama prosesi gedir, gördüyümüz kimi. Həmin o spermatozoidlər gəlir, düşür dişi cinsi orqanına. Mayalanma prosesi gedir. Mayalanma prosesi getdikdən sonra, baxın, mayalanma prosesi getdikdən sonra zigot yaranır.
Ziqotdan nə inkişaf edir? Ayaqcıq üzərində qutucuq. Ayaqcıq üzərində qutucuq. Baxın, ayaqcıq üzərində qutucuq. Ziqot özü nəyə malikdir? Çünki n plus n birləşəndə 2n yaradır da, elə deyil. Deməli, ziqot 2n-dir. Ziqot 2n-dirsə, ziqotdan inkişaf edəcək olanlar da 2n olacaq. Yəni, bu ayaqcıq da 2n olacaqdır, qutucuq da 2n olacaqdır. Amma buradan bu hissə var ha, bu budaqlanan hissə. Biraz çox qarışıq oldu bura. Deməli, o budaqlanan hissə isə n olacaqdır. Çünki bu aşağı hissə ziqotdan inkişaf eləməyibdir. Ona görə də burası nə olacaqdır? N olacaqdır. Dəqiqə. Bu hissə n. Bu xəttdən yuxarı hissə, yəni buradan bura kimi isə 2n olacaqdır. Yetişmiş qutucuqda isə, bax bu qutucuqdur. Qutucuğun içərisində sporlar əmələ gəlir. Meyoz bölünmə ilə sporlar əmələ gəlir. Ona görə də sporlar meyozla əmələ gəldiyinə görə haploid xromosom dəstinə malik olacaqdır. Sonra qutucuğun qapağı açılır. Sporlar ətraf mühitə tökülür. Töküləndən sonra sporlardan protonema əmələ gəlir. Protonema, bax bu hissəyə diqqətlə fikir verin. Deyir ki, protonema quruluşuna görə sap şəkilli yaşıl yosunlara oxşayır. Bu oxşarlıq mamırlarla yosunların qohumluğunu göstərir. Diqqətli olursunuz bu cümlədə. Deməli, protonema əmələ gəldi. Okay. Bəli, protonema əmələ gəlir. Protonema əmələ gələndən sonra da protonemanın üzərində tumurcuqlar yaranır ki, bu tumurcuqlardan da nə inkişaf eləyir? Yeni mamır inkişaf edir. Protonema haploiddir. Burada diploid olan yalnız bu hissədir. Bu saplaqdır. Bunlar 2n-dir, yəni yadınızda saxlayın. Bir də ziqot 2n-dir. Qalan hamısı n, yəni haploid xromosom dəstinə malikdir. Bura diqqətli olarsınız mütləq. Sonra yenə də eyni proses təkrarlanır. İndi mən sizə bir şey deyəcəm və mütləq bu dediyimi yadınızda saxlayın. Yəni testlərdə qarşınıza çıxacaq, sizi çaşdırmasın. Biz dedik ki, yetkin bitkilər nədir? Haploid xromosom dəstinə malikdir. Elə deyil. Bəs necə olur ki, haploid xromosom dəstinə malik olan bir bitkidən qametlər yaranır. Çünki burada mitoz bölünmə gedir. Qametlər, yəni əslində biz deyirdik ki, qametlər meyoz bölünmə yolu ilə yaranır. Elə deyil. Amma mamırlarda qametlər mitoz bölünmə yolu ilə yaranır. Mitoz istisnadır. Görürsünüz? Yəni onu demək istəyirəm sizə. Çünki bu meyoz bölünmə yolu ilə yaransaydı, qameti n/2 olacaqdı. Belə bir şey ola bilməz. Çünki meyoz azaldır. Xromosom sayını azaldır. Bu zaten n-dir. Bu hara azalsın ki? Ona görə də mitoz bölünmə keçirir məcburən. O şəkildə qametlər yaranır. Sporları isə meyoz bölünmə yolu keçirir. Çünki qutucuq 2n-dirsə, bu meyoz bölünmə keçirməlidir ki, n-lər yaransın, sporlar haploid olsun. Ona görə də istisna olaraq qametlər mitoz, sporlar isə meyoz bölünmə yolu ilə yaranır. Testdə qarşınıza çıxanda sizi çaşdırmasın. Deməyin ki, axı biz demişdik ki, cinsiyyət, yəni qametlər meyozla əmələ gəlir. Burada niyə belə deyir ki, yəni burada niyə mitozdan söhbət getdi? Çünki mamırlarda n haploid olduğuna görə, yetkin bitkilər haploid olduğuna görə məcburdur ki, qamet yaratmaq üçün eyni xromosom dəstinə malik bir şey alınması üçün mitoz bölünmə keçirsinlər. Və sizə desə ki, cinsi nəsili, qeyri-cinsi nəsili müəyyən edin. Bunu necə müəyyən edəcəksiniz? Daha doğrusu, üzərində cinsiyyət orqanları yaranan nəsil cinsi nəsildir. Çünki cinsiyyət orqanları yaranır. Deməli, bu nəsil cinsi nəsildir. Üzərində sporlar yaranan nəsil isə qeyri-cinsi nəsil hesab olunur. Və sizə sual oluna bilər ki, mamırlarda cinsi nəsil mi üstünlük təşkil edir? Qeyri-cinsi nəsil mi üstünlük təşkil eləyir? Deyəcəksiniz ki, cinsi nəsil üstünlük təşkil eləyir. Niyə üstünlük təşkil eləyir? Əgər yadınızda saxlayın, hansı bitkinin yetkin fərdi cinsidirsə, bax bunun yetkin fərdi cinsidir. Yetkin fərdlərdir, yəni artıq böyümüş fərdlərdir. Cinsidirsə, deməli daha uzun müddət qalacaq. Bunlar qısa olan proseslərdir. Amma yetkin
çox yaşadığına görə və o da cinsi olduğuna görə, cinsi nəsil olduğuna görə deməli cinsi nəsil üstünlük təşkil eləyir. Amma qıcıları keçəndə qıcılarda tərsinədir. Onu da başa salacağam. Bu dediyimi yaxşı yadınızda saxlayın. Qıcı dərsini keçəndə bir də başa düşəcəksiniz ki, mən orada nə demək istəyirəm. Yəni ola bilər ki, bu dediyim bəziləriniz anlamadınız, amma qıcıları da keçəndə ikisini qarşılaşdıranda daha yaxşı başa salacağam sizə nə demək istədiyimi. Mamırların təbiətdə və insan həyatında rolu torpağın üzərini örtür, ora hava keçməsini çətinləşdirir. Bu isə torpağın turşulaşmasına, bataqlıqlaşmasına səbəb olur. Sfagnumun çürüməsi nəticəsində torf əmələ gəlir. Torfdan insanlar yanacaq, gübrə və xalq təsərrüfatında xam mal kimi istifadə edirlər. Həmçinin ağac spirti, plasmas, izolyasiya materialı, qətran və digər qiymətli məhsullar alınır. Bu şəkildə uşaqlar mütləq tapşırıqlara yenə də baxırsınız. Gələn dərsdə qıcıları izah eləyəcəm. Başa düşmədiyiniz hər hansı bir şey oldusa, mütləq şərhlərdə yazarsınız. Sağ olun.